Azərbaycan Dövlət Dəniz Akademiyasında akademiya tarixində ilk dəfə hazırlanmış himn ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı akademiyanın rektor vəzifəsini icra edən Eldar Qocayev bildirib ki, yeni himn 13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində rəsmi olaraq qeydiyyatdan keçib və bu addım Adnanın institusional kimliyinin formalaşdırılması baxımından mühüm hadisə kimi dəyərləndirilib. Himnin sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun müddət Xəzər Dəniz Gəmiçiliyinin Dəniz qəzetinin baş redaktoru vəzifəsində çalışmış Rasif İmanoğlu tərəfindən yazılıb. Musiqi müəllifi isə Adnanın Dəniz Naviqasiyası kafedrasının baş müəllimi Aydın Qafarov olub. Qeyd edilib ki, müəlliflərə akademiya rəhbərliyi tərəfindən xüsusi təşəkkür ifadə olunub. Təqdimatı izləyən akademiya kollektivi səsləndirilən himni gürultulu alqışlarla qarşılayıb. Yeni əsər təhsil ocağının rəmzi dəyərlərini əks etdirən mühüm yaradıcılıq nümunəsi kimi qiymətləndirilib. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.